Avtomobil qəzasında vətəndaşa dəymiş ziyan ödənilmir, narazılıqlar var. 4 yanvar 2025-ci il tarixində səhər saatlarında Bakı şəhəri Xətai rayonu Nobel prospektində ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə ilə bağlı Aztayımzaza müraciət edən Emin Şükürov bildirir ki, Mercedes markalı avtomobili idarə edən Paşayeva Nərmin Knyaz qızı işıqforun qırmızı işığında yüksək sürətlə hərəkət edərək Ford Fusion markalı avtomobillə toqquşub. İddialara görə qəza nəticəsində Ford Fusion'un sürücüsünün qabırğaları sınıb və vəziyyəti ağır olaraq qiymətləndirilir. Qəzanı törətdiyi bildirilən qadın sürücü isə hadisə yerindən bir saylı təcili tibbi yardım xəstəxanasına aparılıb. Emin Şükürovun sözlərinə görə hadisədən bir aydan çox vaxt keçməsinə baxmayaraq ona dəyən maddi və mənəvi ziyan ödənilməyib. Ətraflı video sujetdə. Hadisə 3-dən 4-ünə keçən gecə 4-5-ə 15 dəqiqə işlənmiş təxminən. Xətai rayon ərazisi. Bəli, Xətai rayon ərazisində mən ev istiqamətində hərəkət edən zaman işıqforla tənzimlənən yol ayrıcında mən şəhərdən, bulvardan, Ağşəhərdən üzü Nargilə tərəfə hərəkət edən zaman məni vuran, yəni qarşıma işığın qırmızı işığında keçən avtomobil isə Ağşəhərdən üzü dəniz istiqamətində hərəkət edir. Bəli. Yəni mən toqquşma anında gördüm ki, bir anlıq qarşımda qara bir avtomobil var və toqquşmadan sonra gördüm ki, bu deməli xanım idarə etdiyi GLE 53, yəni Mercedes markalı avtomobil. 500 onun markası, motorunun gücüdür. Nəysə 99 NE 900 dövlət qeydiyyat nişanlı avtomobildir. Və mənim qarşıma yol ayrıcının qadağan edici işığında qarşıma çıxmışdır. Və toqquşma anında sanki mən onu gördüm və toqquşmadan təəssüf olsun ki, qaçmaq mümkün olmadı. Siz xəsarət aldınızmı hadisə nəticəsində? Hadisə baş verən an demək olar ki, mən tam olaraq sönmüş oldum və özümə gələndə sanki gördüm ki, hər tərəfim ağdı, yəni mənim avtomobilimin hava yastıqları açılmışdır və sanki nəfəs almam bir 70% məhdudlaşmışdı. Sinəmdə ağrılar vardı və mən açıq qapıdan qıvrılaraq açıq qapıdan aşağı düşdüm və səs-küy eşitdim. Yəni söyüş səsləri eşitdim. Bu söyüş səsləri 3-cü avtomobilin hadisə zamanı mənim maşınıma çırpıldığının nəticəsi idi. Yəni o avtomobili idarə edən bir insan, oğlan, adını da bilmirəm, təəssüf ki, bizim qarşımıza çıxan qırmızı yol ayrıcının qadağan edici işığında qarşımıza çıxan avtomobili idarə edən insanı söyürdü. Və orada sonradan adı məlum olduğu Orxan müəllimin bizə səslənərək söyüş söyməyin deyə xanımdır idarə edən. Orxan müəllim kim idi? Orada necə oldu ki? Yəni maşındaydı, o sizi vuran. Sözün açığı Orxan müəllimi mən orada, yəni o hadisə baş verən anda tanımışam. İlk olaraq, yəni adın da sonradan xəstəxanada Semaşqa adlandırdığımız xəstəxanada müayinə zamanı bilmişəm adını və o düzdür, bizə xəsarət yetirən, hadisədə günahkar olan qırmızı işıqda keçən avtomobildə olmadığından belə onunla bərabər hərəkətdə olduğunu bildirdi və özü bildirdi ki, biz bir yerdə hərəkət eləyirdik. Qırmızı işıqda o dayandı, xanım dayanmadı. Yəni bizi vuran xanım əvvəlcə mən onun adını sözün açığı bilmirdim. Sonra da məlum oldu ki, Paşayeva Nərmin Knyaz qızı. Yəni Orxan müəllim dedi ki, onunla bir yerdəyik. Bir yerdə idilər. Bir yerdə, necə bir yerdə idilər? Yəni kənardan müdaxilə eləyən bir şəxs o dərəcədə yaxınlıq eləməzdi insana və çox belə yaxınlıq göstərirdi. Ona görə də yəni o özünü qohumu kimi təqdim etdi. Yox, təqdimat orada təqdimat
deyə bilmərəm. Çünki o dərəcədə yaxın idi ki, bizdə elə bir təəssürat yarandı ki, onlar bir yerdə idilər, bir maşındaydılar. Sonradan məlum oldu ki, mən gördüm ki, bu Orxan müəllim öz nəqliyyat vasitəsi ilə hərəkət edən zaman sadəcə bir yerdə gəlirmişlər. İndi bir yerdə olubdular, bir yerdə olubdular, onu mən deyə bilmərəm. Amma çox yaxın olduqları bu bəlli idi. Orxan müəllimin yəni müdafiə eləməyindən, hərəkətlərindən bəlli idi ki, bunlar bir yerdədirlər. İndi sizin şikayətiniz nədəndir? Şikayətim budur ki, hadisə baş verən andan Nərmin xanım tərəfdən və hətta mən xəstəxanada olan bir zaman mən Orxan müəllimi orada tanımışam. Orxan müəllim özü mənə yaxınlaşaraq özünü təqdim edib, mobil nömrəsini mənə dedi və dedi ki, narahat olmayın, yəni bu hadisə bilməyərəkdən baş veribdir, xanım fikirli olub, yuxulu olub, amma mən sizə üzr istəyirəm, bir söz deyim, burada yəni normal, adekvat adam işığın, yol ayrıcının, qadağan edici işığında yol ayrıcını keçməz. Hadisəni qeydiyyata alan yol əməkdaşları birinci növbədə sürücünün alko və narko testə cəlb eləyirlər və sürücünün hansı vəziyyətdə qan doldurucu maddələrdən istifadə edib etmədiyini aşkar olunmasının rəsmi sənədini əldə eləyirlər. Təəssüflər olsun ki, nə məndən, nə də bildiyimə görə, yəni mən əminliklə deyirəm, nə Nərmin xanımdan bu testlər əldə olunmuyubdur. Və yenə bayaq sözümdə qeyd etdiyim kimi yenə də vurğulayıram ki, normal yəni insan işığın qadağan yol ayrıcının qadağan edici işığında keçməz. Siz düşünürsünüz ki, xanımda nəsə problem olur? Problem, yəni mən Əmin deyilsiniz, sadəcə? Əmin deyiləm, sadəcə yenə deyirəm. Bunu sübuta yetirən heç bir dəlil, heç bir əsas yoxdur. Nəyə görə bunu əminliklə deyirəm yoxdur? Çünki o testi mən də keçməli idim. Təəssüflər olsun ki, keçməmişəm. Yəni sizdən heç bir polis əməkdaşı bunu tələb edir? Xeyr, şifahi soruşublar ki, etmişsiniz. Mən demişəm, yox. Belə soruşulub. Yəni bundan öncə mən bir yüngül yol nəqliyyat hadisəsi baş vermişdi mənim iştirakımla. Mənim özümü həmin testdə cəlb eləyibdilər. Mən o testin əldə eləyib rəsmi sənədini təqdim eləmişəm yol patrul əməkdaşına. Ən əsası da odur ki, yəni bu bir ay 20 gündən artıq vaxt keçibdi. Mənim avtomobilimə dəymiş ziyan heç bərpa olunmuyubdur. Heç bir halda bərpa olunmuyubdur. Və mən bayaq bir vurğuladığım kimi mənim bütün qazancım, yəni Bakı şəhərində yaşadığım, ailəmi saxladığım bir anda bütün qazancım bu avtomobillə olubdur. Rəsmi sübutum da var bunun barədə. Bütün sənədlər lazım olduğu halda təqdim olunacaqdır. Deməli, məsələ burasındadır ki, Yəni avtomobil yaranır. demək olar ki, yararsız haldadır. Yəni bunu yenə deyirəm, Nərmin xanım məndən tələb elədiyi halda mən onu rəsmi servisdə qiymətləndirilməsində aparmışam. Birinci Nərmin xanımın, sonra onun vəkilinin. Sonra isə yəni ondan öncə təqdim elədiyim sığorta şirkətinin mən çıxartdığım ziyan 13.866 manat olubdur. Mən deyəndə, yəni rəsmi servisdə çıxartdığım bir sənəddə. Sığorta şirkətinin isə, yəni hardasa yanvar ayının 18-də, 19-unda belə. Yəni mən ayağa birtəhər də olaraq qalxdığım halda apardığım qiymətləndirilmə sığorta şirkətinin, rəsmi sığortamda qiymətləndirilməsinin nəticəsi 15.000 manat dəyərində dəymiş ziyan qiymətləndirilib. Mənim maşıma dəymiş ziyan 15.000 manat dəyərində qiymətləndirilibdir. Təəssüflər olsun ki, yəni... Xanım nə deyir? Ümumiyyətlə, xanımın vəkili ya özü nə deyir? Ödəniş eləmək... Valla xanımın vəkili yenə deyirəm, onların tələbi ilə mən gedib maşınımı qiymətləndirmə aparmışam. Sonra məndən sığortanın qiymətləndirilməsini istədilər. Vəkili məndən əlaqə saxladı, dedim mən özüm rəsmi bir servisdə sizin
tələbinizlə, xahişinizlə, yəni apardım rəsmi servisə, bir belə elədilər. 13866 manat. Yəni həmin o rəsmi sənədin kağızını da göndərmişəm Nərmin xanımın vəkilinə. Bəli, təqdim eləmişəm. Sonra isə sığorta şirkətimin, yəni maşınım sığortalandığı şirkətin təqdim elədiyi 15.000 manat ziyanı onlara bildirmişəm. Lakin bugünə kimi mənlə heç kim əlaqə saxlamayıb. Mən də yenə deyirəm, ay yarımdan artıqdır, 1 ay 20 gündür artıq heç bir gəlirim yoxdur. Mən heç kimi nə öz problemlərimə, nə öz xəstələrimə yükləmək istəmirəm. Sadəcə bildirirəm ki, mənim gəlirim tək bir avtomobilimlə idi. Mən indi avtomobilsiz qalmışam, avtomobilim də demək olar ki, yararsız haldadır. Yəni 28-30 min dəyəri olan bir avtomobilə 15 min ziyan dəyibsə, deməli o maşın avtomobil bərpa olunsa belə, onun dəyəri artıq əvvəlki dəyər olmayacaq. Mənsə yeni avtomobil istəmirəm. Sadəcə mənə dəymiş ziyanın avtomobilimin bərpasını istəyirəm. Və buna təmin olunur. Xeyr. Bir də o dediyiniz Orxan müəllim, özü siz dediniz ki, boynuna çəkib bu işdə, özünü yaxın adam kimi... Əlbəttə yaxın adam kimi. Yəni xəstəxanada Orxan müəllim qəza baş verən andan biz xəstəxananı tərk eləyənə qədər Nərmin xanımın yanında olubdu. Bəli, əlindən tutub ona dəstək olubdu. Yəni bunun hamısı mənim yanımda olub, göz önümdə olubdu. Yəni bör-börə olmuşuq biz. Nərmin xanım mənlə bör-börə, yəni müayinə zamanı bör-börə olmuşuq. Və həmin anda Orxan müəllim mənə yaxınlaşıb dəymiş ziyanın tam ödənilməsi barədə mənə məlumat vermişdi. Təəssüflər olsun ki, Orxan müəllimlə mən sonradan əlaqə saxlamağa çalışdım. Necə çalışdınız? Belə deyim də, mən sizə açıq deyim. Mən mərdimazar adam deyiləm və Nərmin xanıma qarşı heç bir iradım, yəni bu məsələdən kənar iradım, tələbim yoxdur. Mən sadəcə öz haqqımın ödənilməsini istəyirəm. Və yenə deyirəm, yenə vurğulayıram. Orxan müəllimi mən hadisə vaxtı tanımışam və onun özü mənə yaxınlaşıb bildirdi ki, mən heç bir narahatçılığım olmasın, dəymiş ziyan tam olaraq ödəniləcəkdir. Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.